hər kəsə ingilis dili öyrənərkən 5 əsas səhv edirsiniz ki, bu da sizin nəticələrinizi həmişə aşağıya salır. Deməli, Duolingo'da bir çox tələbə ona görə aşağı bal və nəticə almır ki, onların ingilis dili zəifdir. Ona görə alırlar ki, onların qaçınmalı olduğu bəzi səhvlər var. Gəlin ilkindən başlayaq. İlki odur ki, onlar test formatına nəzər yetirmirlər və necə test formatı ilə qarşılaşacaqlarını bilmirlər və ona görə də imtahandan əvvəl hər section danışıq, yazı və dinləmə və oxuma bacarıqları haqqında test formatını öyrənin. Necə suallarla qarşılaşacağınızı əvvəlcədən bilin ki, buna uyğun hazırlıq görə bilərsiniz. İkinci, cavabları əzbərləmək. Cavabları əzbərləmək edilə biləcək ən böyük səhvdir. Təkcə Duolingo'da yox, bir çox ingilis dili imtahanlarında bəzi tələbələr yanlışa düşərək sualları əzbərləyirlər və cavabları əzbərləyirlər. Və nəticədə aşağı bal alanda da fikirləşirlər ki, bu niyə belə oldu? Təbii ki də bu səhvdir. Çünki əsasən də Duolingo'da sizin cavablarınız, sizin suallarınız tamamilə şəxsləşdirilmişdir. Bu o deməkdir ki, siz daha çətin cavablar versəniz, çətin suallara cavab verə bilsəniz, bu o deməkdir ki, sizin nəticəniz və suallarınız getdikcə daha da çətinləcək və artacaq. Digər səhv nədir? Sadəcə və sadəcə qrammatikaya fokuslanmaq və yaxud da ki, onu öyrənməyə çalışmaq. Bu tamamilə yanlışdır. Siz əgər ingilis dilindən və yaxud da ki, Duolingo imtahanından yaxşı nəticə almaq istəyirsinizsə, təbii ki də intermediate səviyyədən daha yüksək, bu zaman siz əmin olmalısınız ki, sizin 4 bacarığınız da danışıq, yazı, oxuma və dinləmə yaxşıdır və yetərincə onları praktik etmişsiniz ki, yüksək səviyyəyə çata biləsiniz. Digər səhvimiz, sınaq imtahanlarını götürməmək. Bir çox tələbə imtahan zamanı stressdən və yaxud da ki, imtahan stresi ilə üzləşir və bunu yaxşılaşdırmağın, bunu yaxşı hala gətirməyin tək bir yolu var. Bu da tez-tez sınaq imtahanlarında iştirak etmək və sınaq imtahanlarını götürməkdir. Və Duolingo'da bir şeydən qorxmayın. Getdikcə çətin suallarla qarşılaşmaq. Bu o deməkdir ki, siz çox yaxşı irəliləyirsiniz və düzgün yoldasınız. Çünki daha çətin suallar görmək doğru cavablar verdiyinizi göstəricisidir.